Salam, hər vaxtınız xeyirli olsun. Bu kanal yenidir. Kanalın əsas ideyası mən bio üzərini yerləşdirmişəm. Video baxdıqdan sonra keçid edib tanış ola bilərsiniz. Vaxt itirmədən keçək videoya. Bu gün mən sizə Python'ın əsas anlayışları olan tiplər, dəyişənlər və print funksiyası haqqında danışacağam. Dəyişənlərin adından göründüyü kimi də sonradan qiyməti dəyişdirə bilən cəmiyyətlər dəyişənlər deyilir. Mənə görə dəyişənlər istər proqramlaşma dilinin əsasını təşkil edir. Çünki dəyişən olmadan heç bir proqramlaşma dilini təsvir edə bilmərik. Misal olaraq göstərsəm ki, buradakı ədəd bərabər 5 yazıram. Bu ədəd dəyişənin adıdır. Bu 5-dir ki, həmin bu dəyişəni mənimsə olmalıdır. İndi isə dəyişənlərin yazılış qaydasına fikir verək. Biz istədiyimiz kimi heç bir dəyişən adını qoya bilmərik. Misal olaraq bəzi qadağalar vardır ki, buraya yazıram, siz qeyd kimi götürə bilərsiniz. Bu arada bu DS Python'da əlavə bir şərh yazanda istifadə olunur. Birinci olaraq deyək ki, dəyişən rəqəmlə başlaya bilməz. Dəyişən adı. Dəyişən adı rəqəmlə başlaya bilməz. İkincisi olsun, dəyişən adında yalnız altdan xətt simvolundan istifadə etmək olar. Üçüncü olaraq deyirik ki, dəyişən İngilis əlifbasının kiçik və ya böyük hərfləri ilə düzələ bilər. Əsas bir üçdən kifayət edir. Misal olaraq yoxlasaq ki, birinci olaraq dəyişən adı rəqəmlə başlaya bilməz. Tutaq ki, mən yazıram 12 ədəd bərabərdir. Bunu çalışdırsam error verir. Çünki bayaq dediyim kimi rəqəmlə başlaya bilməz. İkincini yoxlayaq, dəyişən adında yalnız altdan xətt simvolundan istifadə etmək olur. Yazıram ədəd, altdan xətt ad. Bu okeydir, heç bir error çıxartmır. Amma bir dənə boşluq qoysam, bu arada boşluğu biz qeyd eləmədik. Dörd yazıram ki, dəyişən adında boşluq olmaz. Burada bir dənə boşluq qoysam, çalışdırsam error verir. Başqa nə qaldı burada? Altdan xətt olmasın, ulduz olsun. Qoyanda yenə də error verəcək. Bu da belə. Dəyişən ad necə yazılır, bunu da öyrəndik. Dəyişənlərin daxil edilməsindən danışaq. İlk öncə onu deyim ki, dəyişənlərin bir neçə tipi var, amma abituriyent səviyyəsində əsasən 3 tipdən istifadə olunur. Birinci, integral tipidir, tam ədədlərin daxil olunması. İkinci, str tipidir, string tipi, sətirlərin daxil olması. Üçüncü isə float tipidir, həqiqi ədədlərin daxil olması. Hərəsinin özünə aid daxil etmə funksiyalar var. Birinci olaraq qeyd kimi bunu yaza bilərik ki, int input bu tam ədədlərin daxil edilməsi. Float input həqiqi ədədlərin daxil edilməsi. Burada sadəcə input sətirlərin daxil edilməsi. Hər üçünə aid misal verəsi olsaq, yazıram bir dənə a bərabər dəyişən götürürəm. Int input. Int inputun buradakı işi kodu yazandan, konkret olaraq Lord dildə desəm, deyir ki, mənə tam ədəd verilən, sistemə tam ədəd daxil edir.
Digər bir B dəyişəni götürürəm, yazıram input, sətr daxil edəsin. Buradan da C bərabərdir, float input, həqiqət daxil edəsin. Əgər mən bunların daxil edilməsində, yəni int inputun yerinə götürüb float inputa aid olan bir şey daxil etsəm, kod error verəcək. Misal olaraq int input bizə tam ədəd deyir də, mən götürüb 5.5 yazsam, bunu çalışdırsam error verir. Int input tam ədəd istəyir, 5 daxil edirəm, buradakı 5-i A-ya mənimsədir. Inputa aiddə bir dənə sətr daxil edeyim, alıma. Düşüb aşağıda float inputun yerinə bizdən həqiqi ədəd deyir də, həm tam, həm də kəsr ola bilər. Float inputun yerinə götürüb daxil edirəm sətri. Burada error verəcək. Yəni, bayaq dediyim kimi, hərəsinin özünə aid daxil etmə funksiyası var. İndi keçək intikar tipinə, string tipinin bir-birindən fərqli cəhətləri. İntikar tip dedik ki, tam ədədlərdir. String isə sadəcə bildiyimiz sətirlərdir. İlk olaraq qeyd kimi onu yazırıq ki, sətirlər hesablanmır. Vergi qoyuram. Dırnaqda yazılır. Dəyişdirilmir. Yəni ki, redaktə olunmur. Başqa hesablanmır, dırnaqda yazılmır, dəyişdirilmir. Elə ki, bunlar. Yəni, sətirlər dırnaqda yazılır, nə demək istəyirəm? Bir dənə dəyişən götürürəm, A bərabərdir. Mən götürüb bura alma yaza bilmərəm. Çünki dedik ki, sətirlər dırnaqda yazılır. Bir dənə dırnaq açıram, ya ikili dırnaq, ya da bir dırnaq fərqi yoxdur. Alma yazıram, bu alma sətrini mənimsətdi A dəyişəninə. Sonra sətirlər hesablanmır, yəni ki, bir dənə də dəyişən götürüb B bərabərdir, yaza bilmərəm ki, A plus 5. Burada bilirik ki, A-nın dəyəri nədir? String tipdə. Yəni, bunun üzərinə mən 5 tam ədədini gələ bilmərəm, error verəcək. Sonra danışaq print funksiyasından. Print çap etmədir. Bildiyimiz kimi, algoritmdə sonda necə deyim, bir proqram çəkirdi. Həmin o proqramı uyğun olaraq Pythonda printdir. Print daxil olunmuş dəyişəni yazaraq, dəyişənin hansı qiymət dəyişəni mənimsədilibsə, həmin o qiymətə çap edir. Misal olaraq 2 dənə dəyişən götürürəm. 2 dənə yox, bir dənə götürürəm. A bərabərdir, dırnaqda yazaram alma. Bu sətirdir, ona görə dırnaqda yazdım. Print A yazanda bizə bu almanı çap edəcək. Sonra printin daxilində bir-iki nüanslar var ki, onları deyim. Print vergül. İkinci bir dəyişəni götürün. B bərabərdir. Armud. Print A vergül B. Buradakı vergülün default dəyəri, default nə deməkdir? İlkin qiymət. İlkin qiyməti boşluq deməkdir. Bunu çalışdırsam, alıma boşluq armud verəcək. Bunları əgər mən bitişdirmək istəyirəmsə, yəni bu boşluq olmaq istəmirəmsə, bura arasına bir dənə plus atacam. Demək, sətirlər yalnız toplana bilir. Sətir sətirlə toplana bilər. Sətiri biz ədəddən toplaya bilmərik və ya çıxa bilmərik. Yəni, heç bir hesab əməllərini eləyə bilmərik. Sadəcə sətirlər sətirlərlə toplanır. Bunu bilsək kifayət eləyir. Sonra printin daxilində separate funksiyası verə bilər. Sep bərabərdir, boşluq qoyuram. Bu sep nədir? Biz bayaq AB yazmışdıq, indi yazım AB. Buradakı AB-nin arasına, yəni buradakı sepi nəyi mənimsətmişəmsə, həmin bu AB-nin arasına atır. Yəni mən bunu çalışdırsam, baxın, bu separating aradakı boşluğu bunun arasına atdı. Yəni, bu boşluğun yerinə boşluq olmasın, olsun bir B hərfi. Bu zaman nə olacaq? Alma B armud.
Yadda saxlayaq ki, separate funksiyasının funksiyası nədir? Printin daxilində bir neçə sadə verilmiş çap etməni arasına, yəni separate nə mənimsətmişəmsə, arasına onu açır. Yəni, bu cür yadda saxlaya bilərik. Yəni, tək B olmasın, rəqəm yazıram. Yəni, separate bir növ nə mənimsətdimsə, hamısı AB-nin arasına düşür. Print sadəcə B-ni çap edirəm. Burada çap eləsə, print digəri o birisinin altına düşür. Yəni, birinci print çıxarır. Bu separate hansı ki printin daxilindəsə sadəcə ona aiddir. Yəni, bu printdən heç bir əlaqəsi yoxdur. İndi sual ortaya çıxa bilər ki, bu ikinci print niyə birinci printdən altdadır? Yəni, niyə bunun yanında deyil? Bunun yanında olmaq üçün də int funksiyası istifadə olunur. Əsasən abituriyent səviyyəsində yoxdur. Amma yenə deyirəm. Burada bir dənə vergül atıram, yazıram int bərabərdir. Yəni, boşluq. Yəni, bu nə deməkdir? Printin daxilində, hansı printin daxilində olursa, ondan sonraki çap etməni yanına yapışdırır. Yəni, bu cür, bu aranatdır bura. İndi bu endin içində boşluq olmasın, 6 rəqəm olsun. Yenə də boşluğun yerinə 6 tutacaq. İndi danışaq intikar tipinin string tipinə çevrilməsi və əks proses. Həmçində biraz hesab əməllərindən istifadə edək. Biz bayaq dedik ki, biz sətirləri yalnız dırnaqda yazırıq. Həmçində bayaq dediyim kimi ədədlər də sətirdir. Yəni, mən A bərabər dəyişəni götürüb dırnağın içində 555 yaza bilərəm. 555 yaza bilərəm. Buradakı 555 bildiyimiz ədəd deyil. Yəni, dırnağın içərisində olan 555 simvollarıdır. Burada ədəd kimi 555 götürürəm. Düşüb aşağıda print A plus B yazıram. Bu sözsüz ki, error verəcək. Çünki biz bayaq dedik ki, sətirlərlə ədədlər toplana bilməz. Sətirlərlə ədədlər toplana bilməz. İndi biz bu 555-i, bu B-yə mənimsədilən olan 555 ədədini STR-ə çevirsəm stringə. Yəni, bu alınır da, dırnağın içindəki alınır. Demək, bunları toplaya bilirəm. Çevirmək üçün də sadəcə STR yazıram. Mötərizənin içində də B-ni qeyd edirəm. Bu artıq STR B. Bu. Artıq bunun özünə bərabərdir. Yəni, bunları bir-birini toplaya bilərəm. Bayaq qeyd etdiyim kimi plus olarsa, həmin bu sətirləri yan-yana yapışdırır. 6 dənə 5 olacaq. 6 dənə 5. İndi biz intikar tipini stringə çevirdik. Bu stringi int tipinə çevirə bilərəm. Bu da eyni qaydadır. Sadəcə yazacağım ki, int mötərizədə A. Bu dırnaqdakı 555 gəldi, oldu. Bax, bu 555 ədəd. Bunu da qaytarıram öz vəziyyətinə ki, çünki error verməsin. Çünki bu STR-dir, bu int-dir. Sadəcə B yazacağım buna. Çalışdırsam 555 ilə 555 toplayır, eləyir 1110. Mən ədəd olaraq götürmüşəm 555. Bunu eləyirəm 5. Bunu da 5 eləməyim, 4 eləyim. Sadəcə olaraq ədədlərlə sətirlər arasında A vurulsun 5 yaza bilərəm. Bu nə deməkdir? A vurulsun 5, A-ya mənimsədilmiş olan bu sətri 5 dəfə çıxarır. Baxın, 1, 2, 3, 4, 5. Bunu B vurulsun A yazsaq, yenə də eyni qaydadır. Həmin bunu çıxarır. Burada 4 olmasın, yəni başqa bir şey olsun, alma. Almanı 5 dəfə çıxaracaq. Bunu da qeyd edək. Bir də onu da qeyd edeyim ki, bayaq bir separate-dən danışanda vergül B-ni verim. Separate bərabərdir. Slash in verəndə
separate/n verəndə onu enter kimi alt halda çıxarır. Yəni alma, sonra 5. Burada məsəl üçün yazıram. A plus STR B. Bu 5'i çevirir, dırnaqda 5 eləyir, sətir eləyir. Yəni alma 5. 3-dən 6 alta. Bir dəqiqə error. Buradakı vergi qoymamışıq. Alma bu 5B'dir. Alma 5'dəki A, alma plus STR 5. Bu da aydın oldu. İndi bir neçə print funksiyalarını yazmışam. Bu printləri çözək. Bir dənə A götürmüşəm. STR tipində 5 simvolu. Rəqəm deyil, bu 5 simvolu sadəcə. Bir dənə də 6 rəqəmi götürüb B-yə mənimsətmişəm. Birinci printdə deyir ki, A vurulsun 6. Bunu hələ çalışdırmıram. A vurulsun 6 nə deməkdir? Bu 5 sətrini, bayaq dediyim kimi, 6 dəfə yan-yana çıxaracaq. Yəni bizdə çıxış olacaq 1, 2, 3, 4, 5, 6 dənə 5. Keçək bura. Int A vurulsun 7. Int A nədir? Budur. Bu STR-dir. Bunu inteqrata çevirir, olur 5. 5 rəqəmi. 5'i vurur 7'ye eləyir 35. Yəni bu qədər sadədir. Sonra yazıb STR B. STR B budur, 6'dır. Rəqəmdir. Bunu çevirir stringə, olur dırnağın içindəki 6. Bunun da üzərinə A gəlir, olur 65. 6'nı 5'e yapışdırır da. Bayağı dediyim kimi, hər ikisi sətirdir. Bu da oldu 65. Bu nədir? Yəni belə çaşdırma olmalı. Baxmayın, sadəcə dırnağın içində nədirsə onu çıxarır. Burada yazıb print B vurulsun A. Print B 6'dır. 6'nı vuracaq STR 5'e. Bu da eyni, bax budur. Eyni şeydir. Birinci printdə eynidir. 6'dan 5 çıxaracaq. Çalışdırılır, həmin bu çap eləyənləri bizə verdi. İndi bir-iki dənə sual nümunəsinə baxaq, daha aydın başa düşək. Tutaq ki, bizə bir dənə sual verib, daxil olunmuş 2 dənə ədədin hasilini tapan proqramı Python dilində yazın. Misalda bizə deyir ki, daxil olunmuş 2 dənə ədədin. Biz bayaq dedik ki, ədədləri daxil eləmək üçün int inputdan istifadə edirəm. Bir dənə A bərabərdir dəyişəni götürürəm. Int input. Birinci ədədimi daxil elədim. Sonra düşürəm aşağı, bir dənə B dəyişəni götürürəm. Bu da oldu mənim ikinci ədədim. Bizə nə deyirdi? Daxil olmuş 2 dənə ədədin hasilini tapan proqramı Python dilində yazın. Bir dənə də dəyişən götürürəm, S bərabər dəyişəni. A vurulsun B. Hasilini də tapdım. Sonunda bizim bunu çap etməsini istəyir də print S. Və ya əlavə dəyişən götürmək istəmirəmsə, birinci bunu çalışdıraq. A-nı daxil edirəm 5. B-ni daxil edirəm 7. 35 alıram. İndi əlavə dəyişən götürmək istəmirəmsə, bunu buradan silirəm. S-in qiyməti nə idi? A vur B deyildi. Elə printin içində A vur B yazıram. Beşi daxil elədim. Bu da 7, elədi 35. İkinci sual olaraq bizə verib ki, daxil olunmuş 3 dənə ədədin ədəd ortasını tapan proqramı Python dilində yazın. Bu dəfə də 3 dənə ədəd daxil edirəm. Üç dənə də daxil elədim. Ədəd ortadan mən necə tapırdım? Hansı ki, o ədədlərin cəmini tapıram, onların sayına bölürəm. Bunların cəmi nədir? A plus B plus C. Bir dənə cəm üçün dəyişən götürürəm və ya cəm elə özünü götürürəm. Cəm bərabərdir A plus B plus C. Bu cəm sadəcə dəyişəndir. Bu cəm olmasın, olsun S. Yəni, eyni şeydir.
Bizdən də istəyir bu ədəd ortanı. Print yazıram. Printin daxilində cəm bölünsün 3. Ədədləri daxil edirəm. 7, 8, 6. 7 plus 8, 15, plus 6, 21. 21 bölünsün 3 eləyir 7. Bu da belə. Bugünlük bu qədər. Bugün biz nə öyrəndik? Python'un ilkin anlayışları olan dəyişənlər, dəyişənlərin adları, dəyişənlərin tipləri, dəyişənlərin daxil edilməsi. Həmçinin əlavə olaraq print funksiyası. Sağ olun.